Makroskopik ölçüdə kubik Rubiki hamımız həll edə bilərik. Bəs mikroskopik ölçüdə 2025-ci il Nobel mükafatlarını bir yerdə incələyirik. Hər şey 1989-cu ildə Richard Robsonun onsuz da çoxlu əli qolu olan üzvü molekulları metal ionları ilə birləşdirməsi ilə başladı. Onlar birləşərək bir struktur meydana gətirdilər. Metal ionları bu strukturun təməldaşları, üzvü molekulları isə onları bir arada saxlayan birləşdiricilər idi. Qazlar bu strukturun daxili və xaricinə istədiyi kimi rahatlıqla girib çıxa, yəni hərəkət edə bilərdilər. Buna səbəb də gördüyünüz kimi, burada tam boş olmasa da, əslində mikroskopik səviyyədə həmin strukturda boş olan məsaməli quruluşdur. Və bu məsaməli quruluşa baxmayaraq, strukturun özünün kifayət qədər dözümlü olduğunu 90-cı illərdə Suzumu Kitabaga ortaya çıxartdı. İllər keçdi və 8 il çəkən araşdırmalar nəticəsində Omur Yagi Richard və Suzumunun araşdırmalarını yekun bir ad altında MOF, bizim dildə metal üzvü struktur termini adı altında birləşdirdi və xüsusi məqsədlər üçün bu strukturu necə yenidən dizayn edə biləcəyimizi göstərdi. Beləliklə də 3 fərqli ölkədən olan bu 3 alim Birləşmiş Krallıq, Yaponiya və İordaniya kimyanın kubik Rubikini həll eləmiş oldular. Bəs yaxşı, bu kubik Rubiki həll eləyər nələr edə bilərik? Mikroskopik ölçüdə. Nəfəs alarkən havaya buraxdığımız karbon dioksidi, zavod və fabriklərdən havaya buraxılan zəhərli qazları udub iqlim dəyişikliyi ilə mübarizə aparar, səhra havasından su əldə edən ən əsası dərman sənayesində nəzarət mexanizmi olaraq istifadə edə bilərik. Elm bu gün də gələcəyimiz üçün yeni üfüqlər açdı. Bu il təbiət və dəqiq elmlər sahəsində verilən Nobel mükafatlarını birlikdə incələdik. Gələcək səfər elmin açdığı yeni üfüqlərdə görüşənə qədər. Hələlik.